Salam, xoş gördük. Verilişimizin növbəti buraxılışı efirdədir. Könül söhbətləri layihəsinin bugünkü qonağı Respublikanın əməkdar artisti Vamik Məmmədəliyevdir. Vamik müəllim, xoş gördük sizi. Çox sağ olun, təşəkkür edirəm. Mən artıq ikinci dəfədir ki, bu könül söhbətləri verilişinə dəvət alıram. Çox sağ olun ki, məni sənətkar sayıb. Mən deyəndə ki, mənim sözsüz dostlarım da var. Sizdə musiqinin hər növündən qonaqlar olur. Evet. Mən də xalq musiqisi tərəfindən bir sənətkaram. Yəni ki, özüm haqqında müəyyən fikirləri deyəcəyəm. Bu sənət uşaqlıqdan gerək insanda aşılansın. Zorla döyür. Məsələn, adam var ki, uşağını qoyur musiqi məktəbinə. Sonra istəyir ki, bu tez yetişsin. O, onun musiqi tərbiyəsidir. O, belə yetişə bilər, gələcəyinə böyük, məsələn, şərhşünas olar, həkim olar, bir cərrah olar. Musiqini də bilməlidir. O demək deyir ki, hər musiqiyə gedən musiqiçi olmalıdır. Bu, düzgün fikir deyir. Bizdə bir ara bu, nə deyərlər, ailələr arasında dəvə düşmüşdü ki, qonşum gedir, qonşunun uşağı, mən də uşağımı qoyum, o da yetişsin. Bu gerək ailədən. Məsələn, mən gözümü açıb, bizim ailəmiz ziyalı, atam, anam həkim olublar. Yəni ki, ziyalı ailəsi. O vaxtki ziyalılar da evə tar alıb qoyardılar. Mənim birinci tarım, deməli ki, tar, atam o vaxt 1926-cı ildə mağazindən alıb o tarı. O tar indi də məndədir. O mənim üçün çox əzizdir. Çünki mən göz açıb, tarı bizi həvəsləndirib həm muğama, həm musiqiyə, həm elmə. Üzr istəyirəm, ailədən əlavə məncə insanın özündə də bir həvəs olmalıdır, istedad olmalıdır. Bəli. Hamımız, 5 qardaş, 5-imiz də tar çalırdıq. Vasım müəllim tar çalsaydı, yaxşı tar çalardı. Onun yolu dəyişdi, oldu şərhşünas. Mən oldum, çünki mənim həvəsim daha artıq oldu. Mən təhsil aldım, əskər getdim, gəldim. Bu çox uzun məsələ idi. Yeri gəldi, hamısını deyəcəm. Yəni, o tar məni musiqi elədi. Vaxtı ikən mən taxta görüb 2 dənə mismar məftul bağlayıb çalan Vamik Məmmədəliyev. Sonra oldum tarzən. Məni həvəs gətirdi. Həvəs gətirdi məni. O qədər həvəsim var idi ki, mən özüm solaxayam. Tarı tuturdum sol tərəfdən, çanağı. Qanunla sağda tutulmalıdır. Gördüm əşki belə, dedim, gördüm, yox, tarı sağla çaldım. Mən sağa çox çətinliklə keçdim. Sonra bizə bir müəllim gəldi. 1956-cı ildə, mənim onda 14 yaşım var idi. Maşdağa qəsəbəsindən idi. Çox Aydəmirov Dərdayıl. Onun da bir il 80 illiyi idi. Mən ona can sağlığı arzulayıram. O məni öyrətdi tarı tutmağı. Əsas birinci odur ki, müəllim gerək şagirdə tarın tutulmağını öyrətsin. Yoxsa elə götür, elə belə çal olmaz. Tarın tutulmaq qaydası var, oturmaq qaydası var, oturuş qaydası var. Bunlar hamısı elə o musiqi elmi sayılır, elm sayılır. Neysə, yavaş-yavaş yetişdim, qutardım, əskər getdim. Mən hələ əskərə getməmişdən qabaq, elə demək olar ki, Kürdaxanın ilk qəsəbə klubunda, mən oradan olmuşam, dərnək açmışdım. 1963-cü ildə o dərnəkdə mən 20-25 uşağım var idi. Mən onlara, nə deyirlər, tar öyrədirdim. Sonra əskərlikdən gələndən sonra mənim fəaliyyətim biraz da artdı. Könüllü olaraq, çünki o vaxt axı Bakı kəndlərində yox idi musiqiçi. Bizi barmaqla göstərirdilər mənə, bizi qardaşlarımı. Biz də fəxr eləyərdik. Bəlkə ona görə mən musiqiçi olmuşam ki, bizi həmişə misal çəkərdi. Bax, görürsünüz necə tar çalır. Bəlkə ona görə mən gəlib sənətə, indi çoxluqdur, o vaxt yoxluq idi. Yoxluğun içərisindən bir dənə, 2 dənə olar deyə olmazdı. El məni həvəsləndirdi. O kəndin ab-ı havası, cəmaatın mənə qiymət verməyi. Biz gedərdik orada xırda məclislərdə nə çalardıq? Tar, nağara vəzinə vedirə. Bax, belə öyrənmişik. Rəhmətli qardaşım da kamança çalardı. O da həvəskar kamança çalan idi. Neysə, yavaş-yavaş əskər əskərlikdən gələndən sonra mən birinci girdim. O vaxt gedirdi Bakı Kitabxanaçılıq Texnikumu. Sonra oldu Bakı Mədəni Maarif. Oranın şöbələri vardı. Xor dirijor, xalq çalığı, mədəni maarif. Mən xor dirijorluğu qutardım. Deməli ki, 70-ci ildə qutardım. Məni orada bir il keçəndən sonra diplomumu müdafiə elədim. Məni ora müəllim dəvət edədilər.
tar üzrə mütəxəssis müəllim. Çünki mən yaxşı tələbə idim orada. Adım tələbə idi, özüm sinif nümayəndəsi idim. Müəllimlərlə oturub dururdum. Çünki mən hamısından böyük idim. Hə. Sonra məni Əhməd Başxanov yanına apardılar. Rəhmətli Hacıqulu Hüseynov deyir. Belə bir tarzəm var tarçana. Əhmədxan biz ona Əhmədxan deyil, biz ona müəllim deyərdik. Dedi, mən səni Asif Zeynallıya götürəcəm. Həqiqətən də 71-ci ildə, 72-dir, 70. Mən 30 yaşında, 26 yaşında Asif Zeynallıya girdim, 30 yaşında qutardım. Mən təhsillərimi onda almışam ki, gördüm ki, həqiqətən mən bu sənəti bilirəm. Məcbur oldum mən oxumağa. Deməli, 3 il mən Mədəni Maarif Texnikumunda oxudum. 4 il Asif Zeynallıda. Sonra bizdə işdə müəyyən söhbətlər getdi ki, orta təhsilləri, ali təhsillər əvəz eləməlidir. Sonra dostlarım da məni çox vadar elədilər. Möhlət Müslümov, sonra mənim dostlarım bir neçə ki, sən konservatoriya gəlməlisən. Dedim, yox, gəlməyəcəm. Həmin bəs müddətdə o böyük səhnədə fəaliyyətiniz olmuşdu, çıxışlarınız olmuşdu, yoxsa hələ yox? Yox, ansamblını düzəltmişdim mən Kürdəxanada, Bahar ansamblı. Bahar ansamblı, mənim ansamblın üzvləri kim idi? İndi bax, Azərbaycanın xalq artisti Zaur Rzayev. O mənimlə bir kursda oxumuşdu, o mənim ansamblın üzvü idi. Orada bizə fəxri fərmanlar, yəni ki, iştirak edirdik Bakının kəndlərində, Bakı ətrafında. Onda hələ, yəni ki, bizim elə o vaxtımız idi. Biz elə, məsəl üçün, Filarmoniyada bir dəfə öz fəaliyyət konserti, öz fəaliyyətdə biz orada çıxdıq, yaxşı yer götürdük. 1964-cü ildə. Yəni ki, fəaliyyətimiz çox olub. Nəyə görə? Çünki sənət olub ona görə. Sənət olmayandan sonra kimdir mənə çağıran o yan bu yana? O ansamblı mən neçə il, yəni ki, o adla işlətdim, Bahar ansamblı, adını da qoymuşdum. Sonradan yavaş-yavaş mən təhsil aldıqca düşdüm musiqiçilərin arasına. Musiqiçiləri tanıdım, tazənləri, xanəndələri. Gördüm, dünya burada da elə. Yəni ki, bunlarla oturub, onlarla ünsiyyətdə olduq, oturduq bir yerdə çay içdik. Yəni ki, Əhməd Başxanovu mən hardan tanıyırdım? Bəhrəm Mansurovu mən hardan tanıyırdım? Bunlarla mən həm söhbət oldum, bunların tələbəsi oldum. Asif Zeynallıda mən Əhməd Başxanov, sonra rəhmətə gələndən sonra Bəhrəm Mansurov. Hə, yavaş tanınandan sonra istər-istəməz mən xanəndə müşayiətini yaxşı bilirəm. Nəyə görə? Çünki o dövrdə məsəl üçün bizdə həvəskarlar var idi də. Bir bazı səsi olan kimi deyirəm, gəl oxu, gəl bura. Məşq edirdim oyuna. Çünki öz fəaliyyəti geri cəlb eləyəsən də. Ona görə hə, yavaş bu xanəndələr məni tanıdılar. O vaxt deməli 75-dən bu tərəfə. İşte mən Asif Zeynalını qutardım, yavaş. Sonra yavaş başladıq məclislərə getməyə, konsertlərə getməyə. Kimlərlə işləmək daha rahat idi sizdə? Xanəndələrlə. Əgər xanəndədirsə... Fərq var idi sizin üçün? Əlbəttə fərq var. Çətinliklər hansı idi və nəyə görə kimlərlənsə işləməkdən daha zövq alırdınız? Nəyə görə? Xanəndələr üçün, yəni ki, mən əvvəla elə Asif Zeynallıda oxuyanda, rəhmətlik Hacıqulu Hüseynovun sinifində 4 il pulsuz konservmestr işləmişəm. Yəni ki, tələbələri xanəndəyə müşayiət edilmək. Orada mən çox şey öyrənmişəm. Həm özüm tələbə idim, o məni gətirdi. Həm də Hacıqulu Hüseynov çox bilikli xanəndə idi. Sonra belə oldu ki, Hacıqulu mən həmişə çalğını bəyənərdi. O Əhmədxanın yolunu xoşlayardı. Onun bir qəşəng şuru vardı. Həmişə mənə şur çaldırardı. O Əhmədxan stilində, Əhmədxanın yolu ilə mən o mizrabları yaxşı bilirdim. Hə, yavaş, yəni ki, xanəndələrin, əgər xanəndədirsə, muğamı oxuyursa, yəni onu müşahidə eləmək çox rahatdır. Amma hər kəsənin də özünün üslubu var. Məsələn, adam var ki, Hacıqulu Hüseynov həm hasanddır, müşahidə həm çətin idi. Nəyə görə hasand idi? Bilirdi ki, yanında xanəndə var. Çətin ona görə idi ki, məsələn, o arada müşahidətdə çox çalğını xoşlamırdı. Gərək ona 2 mizrab, 3 mizrab belə idi, zil pərdədən acığı gəlirdi. Nəyə görə ki, dedi, o pərdəni mənə göstərmir, bilirsən ki, mənim səsim yoxdur. Mən bunları öyrəndim yavaş. Yəni ki, Pəsqan xanəndə zil səs göstərməzdir.
Yaqub Məmmədovla işləmək çox rahat idi. Arif Babayevdir. Sonra Əbülfət Əliyev çox rahat. Əlova Məmmədov çox rahat. Nəyə görə ki? Birinin yanında xanəndə. Sonra gəldi Axan Abdullayev, Alim Qasımov. Qadınlardan Könül Xəsiyeva, Qəndab Quliyeva, sonra hansını deyim. Yəni ki, bunların işləmək həm özümüz öyrənirdik. O vaxtı bu sənət, biz hər dəfə çıxış eləyəndə nəsə şey öyrənirdim mən. Çünki o istər-istəməz, məsələn, öz səhvimi mən özüm bilirdim ki, harada mən səhv elədim, onu yadımda saxlayırdım. Səhv deyəndə ki, muğam çalğısını, yəni burada biraz qabağa düşdüm, xanəndədən qabağa düşməzlər. Xanəndəni həmişə ki, tarçana, pərdələri elə görsətsin, onun üçün ki, xanəndə istər-istəməz o muğamı axıra qədər, yəni yavaş-yavaş, axırda mən demək olar ki, gəldim 80-cı ildə, deməli ki, Musiqi Akademiyasına daxil oldum. Mən artıq o dövrlərdə mənim radioda bir 4-5 muğamım var idi, 82-ci illərdə. Mən o dövrlərdə mən deməli tələbə konfransı idi. Tələbə konfransı. Mən orada dedilər ki, sən konfransda çıxış edəməlisən. Fikirləşdim, mən nə götürüm? Gəldim, mənə Xanəli Quliyev var idi. Dedi, sən ancaq tarla bağlı, tarda olan mizrablar. Gəldim Bəhrəm Mansurovun yanına. Bəhrəm müəllim mənə bir 30-a yaxın mizrab növü dedi. Məsəl ki, indiki 3 dənə, 4 dənə mizrab bilirlər. Üst mizrab, alt mizrab, santur mizrab, alt üst mizrab. O mizrablar çox idi orada. Pərvanə mizrab, sazigər mizrab, mizrab gürzi, mizrab nə bilim cizək, çox şeylər var idi. Mən o demək konferansda birinci dərəcə diploma özüm də dedim, gör hələ bu mizrablardan söhbət gedir. Ki mən elə Bəhrəm Mansurov mənə dedi ki, Mirza Mansur deyərdi ki, Bəhrəm Mansurun əmisi, böyük tarzən olub, böyük pedagog olub. Mirza Mansur 70-dən yuxarı mizrab növü sayarmış. Hər mizrabın öz adı olub. Bunlar yəni ki, yəni muğam ifa eləyən, muğamla məşğul olan tarzən xanəndə bir balaca muğamın tarixini bilsə daha yaxşıdır. Məsələn, bizdə xırda bir var ki, proqramlaşdırılmış şöbə və güşələr, bir də var ki, proqramlaşdırılmamış. Yəni ki, onlar itib gedib, biz onları mən öyrənirdim yavaş-yavaş. İstəyir rastda, şurada, çağırgahda, məsələn ki, Zabulda. Bunlar hamısı məni gətirdi, nəhayət gətirdi, yəni ki, tanınma dərəcəsinə gəldi, çatdı. Mən 1976-cı ildə Hacı Məmmədovun yanına getdim. Mənim çalğıma qulaq asdı, ansambuluna qəbul edirdim məni. Böyük tarzəndir ya. Mən çox şükür, Hacı müəllimin yanında çalmaq ölüm deməkdir. Çünki usta yanında çalmaq. Amma çaldım, mən konsertlərə, mən xanəndə müşahidə edirdim. Yəni ki, o qədər özümə sağ ol deyirdim. Nəyə görə sağ ol deyirdim? Sənətim vardı. Ki, mən bunların qabağında oturum, tar çalım. Bunların qabağında mən at oynadım. Çünki həqiqətən də belə olmaz. Görə usta yanında çalasan ki, usta sən, bizdə hərdən Hacı Oğlanın bir sözü var idi, usta şafalağı. Usta adama vurmur, sözlə. Ki, bunu belə elə, bunu belə eləsən yaxşıdır. Yavaş yetişdim, gəldim. Sonra mənim Texnikumda mən, Mədəni Maarif Texnikumda 22 tar üzrə müəllim işlədim. Sonra Asif Zeynaldiyə mənə dəvət edildi, gəldim. Nəhayət 1988-ci ildə konservatoriyada muğam sinifi açıldı. O vaxta qədər konservatoriyada ancaq not ixtisası keçirilirdi. Mənim rəhmətli Süleyman Ələsgərov, bir də mənim sevimli müəllim Oqtay Quliyev məni muğam sinifinə dəvət edildi. Mən idim. Rəhmətli Elman Bədəlov vardı, kamançı çalan, Övrət Müslümov, bir də Fəxrəddin Dadaşov. Əvvəl deməli ki, yarım saat, sadə hesabı sonra, nəhayət yarım ştat, sonra mən 93-cü ildə keçdim konservatoriyaya ştat. Oradan çıxdım, Mədəni Maarif Texnikum. Artıq mən muğam müəllimi idim. Bəs konservatoriyadan söhbət düşmüşkən, gənclərin muğamlara, milli musiqi alətlərimizə həvəsi hansı formadadır, necə yanaşırlar? Bir ara muğamdan uzaqlaşmışdılar əvvəllər. Nəyə uzaqlaşmışdılar? Mən deyim sizə.
o vaxt məsələn konservatoriyada elə muğam keçmirdilər ki, muğamı onsuz da uşaq şeydə musiqi məktəbində də keçirir. Asif Zeynallı adlı musiqi kollecində də, Telekomunda. İndi Asif Zeynallının adı belə gedir. Milli Konservatoriya nəzdində musiqi kolleci belə gedir. Yəni sözüm ondadır ki, o dövrdə sonradan ki, bu yavaş. Nə vaxtdan başlandı muğamlarımız əsaslı şəkildə təbliğ olunmağa? Məsəl üçün, muğama maraq nə vaxtdan yarandı? Muğama maraq çoxdan var. Muğam sənətinə maraq həmişə olur. Məsələn, Bəhrəm Mansur o vaxt gedir. Yox, bilirəm maraq var. Ancaq bir var ki, ümumiyyətlə kütlə tərəfindən qəbul olunub dinlənirdi. Artıq festivallarda və yaxud da ki, beynəlxalq müsabiqələrdə muğamı çıxartdılar ortaya. Bir ara ancaq sönmüşdü. Aşağı səviyyədə muğam, yəni xalq musiqisi kimi, yəni xalq musiqisi, məsələn, yuxarıda yanırdı simfonik musiqi. Həmişə muğama biraz səthi. Sonradan ki, bu tədris olunduqca konservatoriya muğam sinifi açıldı. Sonra Milli Konservatoriya yarandı 2000-ci ildə. Sırf deməli ki, xalq musiqisinə xidmət edən bir yəni ki, tədris ocağı idi Milli Konservatoriya. Yavaş-yavaş sonra bizdə elə o dövrdə də olurdu. Məsəl üçün festivallardan başqa o dövrdə müəyyən görürsünüz, məsəl üçün musiqi məktəbləri arasında yarışmalar gedirdi, Telekomlar arasında yarışmalar gedirdi. Məsələn, Əhsən Dadaşov adına, Hacı Məmmədov adına, məsəl üçün vokal gedirdi, Bülbül adına vokal sinifi yarışmalar gedirdi. Hə, yavaş, artıq sonra 2004-dən sonra, yəni bizdə böyük layihə yarandı. Mən o layihədə iştirak edirdim. Yəni ki, bizim Mehriban xanım məni də fonda dəvət eləmişdilər. Orada nə deyildisə, hamısı həyata keçdi. İlk o yığıntı mənim yadımdadır. Orada Qarabağ xanəndələrini verdilər. Orada deməli, Muğam Ensiklopediyası adı çəkildi, Muğam Mərkəzi, sonraki orada deyilənlərin Muğam simpoziumu, neçə dənə bölmə idi, hamısı həyata keçdi. Sevindirici aldı, mən deyirəm, bunlar çətin, bu cür, o cür möhtəşəm Muğam mərkəzi tikildi, var bu. Yəni, bunlar hamısı istər-istəməz o cavanlarda, bu sənətə gedənlərdə böyük ruh yüksəkliyi əmələ gətirdi ki, yəni ki, dövlət tərəfindən artıq, deməli ki, Muğam dövlət tərəfindən başladı. UNESCO tərəfindən bəli, yəni ki, qeyri-maddi, bizim tar alətimiz keçdi, sonra qeyri-maddi irs kimi aşıq sənətimiz keçdi, qeyri-maddi. Yəni, bunlar hamısı nədən əmələ gəldi? Dövlətin bu sənətə qiymət verməyindən. İndiki dövrdə, məsələn, muğam sənəti bütün musiqinin üstü başında dayanır. Ondan sonra bütün janrlardır. Yəni, o demək deyir ki, yəni ki, o sonra sənətə gələnlər də fikir verir ki, bu qədər hörmət var, qoy mən yaxşısından olum da, qoy, yəni ki, yaxşı ifaçı olum. İstəyir, bu tək xanəndəyə aid deyir. Bunun təri var, kamançası var. Bizdə qabaq balaban çalan yox idi. Bir dənə ki, indi maşallah, balaban, zurna, nə gözəl, yəni ki, cəmaat, təbliğat ayırtdı hamısını. O da dövlətin, yəni ki, dövlətin himayəsindən sonra, dövlət buna fikir verəndən sonra o boyda böyük, möhtəşəm Milli Konservatoriya tikildi. Yəni, adam onun yanından keçəndə fəxr edir. Yəni ki, yavaş. Yəni, sözümün canı odur ki, bizdə olan şərait, bu şəraitdə, yəni ki, bu musiqiyə yiyələnməmək olarmı? Mən sizə sual verim. Sözsüz ki, məsələn, mən müəlliməm də, neçə illərdir, bir ifaçı kimi, yəni, çox şadam ki, məni Azərbaycanda bir ifaçı kimi tanıyırlar. Çünki bu qoşların hegemonları arasında mənim də adım varsa, bir tarzən kimi böyük şeydir. Demək, məndə nəsə var da, lafdan adamı, mənim neyimə aşıq olublar ki, sənəti örgən otur dağın dibində gəlib səni tapacaqlar. Ona görə sənət başqa şeydir. Ona görə bu sənət xalq sənətidir. Biz həmişə xalqın çörəyini yemişik. El toylarında, el şənliklərində, qastrollarda, xaricdə
Xalqın çörəyini yemişik həmişə. Çox sağ olun. Hörmətli tamaşaçılar, verilişimizin bugünkü buraxılışı başa çatdı. Sağ olun, gələn verilişlərdə görüşmək ümidi ilə ayrılırıq.